Herkese salam, kanalıma hoş geldiniz. Bu videoda size Bakı seyahatimi, daha doğrusu seyahatimden ettiğim alışverişi göstermek isterim. Ancak ondan evvel biraz çektiğim kadrlar var idi ve onu da bu videonun evveline elave etmek istedim. Burada gördüğünüz gibi aeroportda ben YouTube için video çekmeye karar verdim. Dedim ki bir dənə belki Bakı vlogu çekerim. Ancak sonrasında ise hiç video çekmek ağlıma gelmedi. Ne o modda olmadım, ne de ki çok yerde qohumlarla bir yerde olduğumuz üçün nəsə içimdən gəlmədi, yəni ki video çekmek. Bakıya gediş sebeplerimden biri o idi ki bacımın balaca bebişi olacaktı. Onun için gedirdim. İkinci sebep ise ben Bakıya 6 il evvel gitmiştim ve hakikaten çok darıxmışdım. Gitmek istedim ve gittim. Burada gördüğünüz kadrları əslində Instagram üçün çəkmişəm. Ona görə belə qısa video kimi görsənir. Bunların hamısını mən Temu'dan almışdım. Bu dekorasiyanı, xəstəxana çıxışı bəzəklərini və bacımın qızları ilə birlikdə bir gün əvvəldən axşamdan bunların hamısını hazırlamışdıq. Tortu isə orada VIP şirniyyat evindən sifariş eləmişdim. Gördüğünüz bu ayıcığı mən örmüşəm və səbətləri falan da hamısını rənglərini uyğunlaşdırmağa çalışdım. Hər şey mükəmməl idi, hər şey çox gözəl idi. Həqiqətən tam ürəyimcə olmuşdu hər şey. Təbii ki bacımın da ürəyincə idi, çünki hər şey bacımın seçimi ilə olmuşdu. Gündüz qonaqları yola salandan sonra bacımın güllərini suya koydum. Bacım əməliyyatla doğum elədiyi üçün çox da ayağa qalxmağa icazə vermirdik. Ona görə də bir çox şeyini həll etmeye çalışırdım. Bacı olarak teyze anne yarısıdır diyerek. Arada da tabii ki özümü tərifləməyi unutmuram. Nəhayət burada da uzun vlog versiyasını çəkmişəm videonun. Ümumiyyətlə mən dekorasiya işlərini çox sevirəm və yaxınlarda bir toy olsun, bir nişan olsun, həmişə orada dekorasiya işləriyle məşğul olmağa çalışıram. Güllər də çox qəşəngdir. Əslində mən bacıma rozalardan, xırda rozalardan oluşan bir buket almıştım. Bu rozbiləri isə həkimə almışdıq. Ancaq yeznəm səhvliklə bacımınkini həkimə, həkiminkini bacıma verdiği üçün bu günlər bizdə qaldı. Ama bu da çok güzel idi. Deməli Bakıda maksimum 12 gün qalmağa getmişdim. Ancaq 17 gün qaldıq. Bacıma görə qaldım əslində. Ve burada da Bakıda gəzdiyim yerlerden kısa videolar çekmişim. Onları da size göstermek istedim. Bakıda həqiqətən qohumlar bizi çok güzel gezdirdi. Çok sağ olsunlar. Bir çox yerlere gittik. Ve gittiğimiz bir çox yerde öz doğma dilimizdeki mahnıları eşitmek, doğma insanları görmek çok hoş idi. Bu restoranın adı da səhv eləmirəmsə Mix Point idi. Burada dostlarımızla getmişdik. Qəşəng bir restoran idi. Buraya da başka bir dostumla gitmiştim. Burada yine səhv xatırlamıramsa Viyana şokolat evi idi. Şokolatlı krep almıştık desert olarak ve yanında çay. Tadı hakikaten çok tatlıydı. Bu restoranın adı ise Soul Kitchen idi. Buranı da çok beğendim. Hele DJ, mahnılar falan həqiqətən qəşəng bir ambiyansı var idi. Burada məni dostum aparırdı. Sağ olsun. Həqiqətən belə məkanlar haqqında çox gözəl bilgisi var idi. Bunlardan əlavə isə yenə bir çox məkanlara getdik. Pizza və burger yerləri. Onların adları tam yadımda qalmayıb. Pizza əslində səhv eləmirəmsə Papa John's Pizza deyə bir yer idi.
Bəlkə səhv də xatırlaya bilərəm, ancaq pizza həqiqətən çox dadlı idi orada. Qısaca həqiqətən bu səyahətdə hər şey ürəyimcə idi. Sadəcə hava çox soyuq idi və mən də özümlə uzun və qalın kurtka falan götürmədiyim üçün bəzən üşüdüyüm anlar oldu. Ən son geri qaydanda da şifayı kaparaq qayıtdım, amma yenə də qəşəng idi. Herkese salam, kanalıma ve videoma hoş geldiniz. Bugün çok xəstəyəm. Bu videoda sizinle Bakıdan neler aldım onu paylaşmak istəyirəm. Çok xəstəyəm, ama buna baxmayaraq bu videonu bugün çəkməliyəm ki, her şeyi yığışırım, ortalıqda qalmasın. Kofemi aldım. Burada suyum var. Deməli, dünən Bakıdan gəldim səhər. Elə də ki, Bakıda olanda biraz xəstələnməyə başlamışdım. Sonra isə yol gəldik. Quru yolla gəldiyimiz üçün biraz uzun çəkdi yol. Ona görə də xəstəliyin üstünə qat-qat artırdım. Və dünən demək olar ki, səhər gəldim və günortaya qədər bütün bavulları boşalt, yığışır, təmizlə, yuyulacaqları yuyulanlara at. Deyərkənə hər şeyi yerinə yığdıqdan sonra nə qədər yorğun da olsam onları etmədən rahat ola bilmirəm. Ondan sonra isə axşama qədər demək olar ki, yatmışam, dincəlməyə çalışmışam. Xəstə olduğum üçün də istiliyim də var idi, 39 dərəcə. Gün də o qədər yaxşı deyiləm. Sanki ara sıra tərləyirəmmiş kimi hiss edirəm. Nəysə, amma yenə də yatmaq şansım yoxdur. Çox işim var, çox işlər yığılıb məni gözləyir. Bu videonu bugün çəkib, ondan sonra başqa işlərimlə məşğul olmalıyam. Artıq sifarişlərim də var. Onlara başlamalıyam. Biraz saçım başım dağınıq ola bilər, amma üzürlü sayım. Çox da elə hazırlana bilmədim. Vaxt gedir çünki elə ışığı falan ayarlayana qədər xeyli vaxt getdi. Deməli, aldığım çox şey var. Az aldığım üçün hiss edilmir nə qədər oldu. Amma sonra demək olar ki, bir çamadan sadəcə mənim Bakıdan aldıqlarım idi. 2 çamadan getmişdim. O 2 çamadanın biri sadəcə hədiyyə idi. Gələndə isə yenə o çamadanı özüm üçün və qonşularım üçün, dostlarım üçün hədiyyələrlə doldurub gətirdim. Nəysə, çox da vaxt keçin istəmirəm. Sadəcə hər şey çox qarışıqdır. Hər şeyi bir-birinin içinə qoymuşam. Ona görə ola bilər ki, biraz qarışıq göstərim. Bu tərəfdə, burada yerdə də var, görmürsünüz, kitablar falan var. Kitablar çox aldım. Çünki kitabları dəhşət dərəcədə çox sevirəm. Yeni evimdə də inşallah mütləq bir kitabxana hissəsi olacaq evdə. Ona görə də kitabxanamız üçün gözəl kitablar yığmağa çalışıram. Hal-hazırda gördüyüm üçün çox kitab oxuya bilmirəm. Ən çox üzüldüyüm də budur. Amma vaxt etdikcə yenə də kitab oxumağa çalışıram həmişə. Nəysə, əvvəlcə istəyirəm ki, bu paketdən başlayım. Bu market alışverişidir. Bu da probamı qoyum. Marketdən aldıqlarımdır. Demək olar ki, orada Bravo Hiper'e getdik. Oradan aldım çoxsunu. Və Brand Store var idi. Oraya da getmişdim. Əvvəlcə bunu göstərmək istəyirəm. Bu kruzu mən Bakılı youtuberlarda falan görürdüm. Bunun içindən oyuncaq çıxır. Bunun yaşılını da almışdım. Bunu Bravo Hiper'de almışdım. Amma qırmızısını tapa bilməmişdim. Orada sadəcə yaşıl var idi. Yaşılını, bu qırmızısını isə Brand Store'dan tapdım. Sonra belə bir long chips aldım. Bunu da Bakılı youtuberlarda görmüşdüm. Bir dənə belə acılısını aldım. Ondan sonra belə burada olmayan fərqli bir şeylər dedim alın. Belə meyvə cipsləri aldım. Qırmızı alma, yaşıl alma, çiyələk, xurmalı və armudlu. Bunları da yenə short video çəkərək bəlkə sizinlə baxaraq içində necə bir şey var. Sadəcə biraz əzilibdir bəziləri. Bir tek bu xurmalı biraz qalıb normal, bir də armudlu. Çünki bavulu bağlamaq üçün çox əziyyət çəkdim və arada bunlar əzilibdir. Ondan sonra 2 paket belə qurumaya aldım. Əslində Türkiyədən çox almışdım belə şeylər, amma yenə də görmüşkən 2 paket yenə götürüm dedim. 6 dənədir bunlar. Burada olmayan fərqli ədviyyatlar almağa çalışdım. Bəlkə də burada da var, bilmirəm. Raziana aldım. Raziana sadəcə adını eşitmişəm, amma nə üçün istifadə olunur həqiqətən bilmirəm. Sadəcə fərqli bir şeydi deyə götürüm dedim bir dənə bundan. Sonra oradakı marketlərdə mozzarellanın buradan daha ucuz olduğunu gördüm. Ona görə belə 2 dənə belə 250 qramlıq mozzarella aldım. Bunları da gələndən unutmuşam xaladenka qoymağa. Halal olsun mənə. Bir də belə 400 qramlıq Holland pendir aldım. Tam olaraq xatırlamıram nə qədər olduğunu qiymətin, amma bunun 2 manat 50 qəpik falan olduğunu xatırlayıram. 250 qramda. Burada həqiqətən çox bahadır mozzarellalar falan. İndi isə vaxt keçmədən bunu tez xaladenka qoyum. Sonra belə bir çikolata var. Əslində bunu yolda yemək üçün almışdıq. Bunun içinə qoymuşam paketdən.
Sonra yoldaşım belə çiko alıb. 2 dənə sarı, 1 dənə də yaşıl. Bizim Bakıda ən sevdiyimiz illərdir simişkalar çikodur. Sonra belə bir marmelat aldım. Çay falan üçün, evdə çərəz olsun deyə. Sonra belə bir pizza. Əslində mən bunu pizza ədviyyatı olduğunu düşündüm. Yəni diqqət eləmədən aldım. Sonra isə bunu gördüm ki, bu əslində pizza hazırlamaq üçün hər şeydir. Bunun içindəkini tökürsüz, qarışdırırsınız su ilə və biraz da yağ artırmaq lazımdır və hazır pizza olur. Yəni pizza üçün hər şey bunun içində hazır. Sadəcə su və biraz yağ əlavə etmək lazımdır. Ondan sonra bunu verirsiniz fırına. Yoxlayaram baxaq bir dəfə. Bəlkə sizinlə yoxlayarıq. Sonra belə Himalaya duzu aldım. Kök aldım. Sarı kök burada da var, amma yenə də aldım. Bir də belə sarı çiçək aldım. Əslində başda bunu zəfəran sandım. Amma indi baxıram sarı çiçək yazılıb üstünə. Zəfəranla sarı çiçək eyni bir şeydirmi? Ondan sonra oğluma belə diş fırçaları aldım. Yanında oyuncaqlar var idi. Əslində bu rəngləri mavi falan oğlan üçün, amma yanında kuklalar var idi sadəcə. Bunları götürdüm. Burada əslində bəlkə də mən də getsəm bəzi ucuz yerlərə, orada da bəlkə var belə şeylər. Amma mənim vaxtım olmadığı üçün mən sadəcə axşam saatlarında mollara gedə bilirəm. Molda da Carrefoura falan gedə bilirəm. Carrefourdan da bir diş fırçasını mən burada 12 liraya falan alıram. Amma bunlar orada 1 manat falan idi. Çox ucuz idi. Belə 2-3 dənə almışdım. Məsələn birini çıxartmışıq fırçasını. 3 dənə idi. Yanında kuklalar var. Bunu da qonşumun qızlarına verərəm deyə düşündüm. Sonra belə qayçı və pinset aldım. Qonşularıma və dostlarıma burada olmayan, oraya ait şeylər almaq istədim. Amma belə baxdım, paxlava burada da satılır. Yəni Azərbaycan paxlavası, şəkər bura, badam bura falan burada da satılan yerlər var. Ona görə heç bilmədim nə alım marketdə. Belə bir şeylər gördüm şəklinə batıb. Bu qənddir deyə düşünürəm. Sadəcə fərqli aromalarla verilibdir. Bu limonludur, düşesli, bir dənə düşesli yenə və nanəli. Belə bir şey aldım. Başqa hədiyyələr də almışam, onların yanına qoyaram deyə düşündüm. Belə bir düyü unu almışam. Düyü unu burada da var, yəqin ki, bilmirəm. Bəlkə də Türkiyədən aldıqlarımın içində də olmalıdır, pirinç unu. Amma balaca paket olmalıydı onlar. Bir dənə belə düyü unu alım dedim. Və ən sonda Fairy'nin belə bir yüzey təmizləyicisini aldım. Bu da Fairy'nin və Sleepy'nin yoxdur. Bəzən Qorqiyaya gəlir Sleepy'ninkilər, amma çox baha olur. Türkiyədən də almışdım, amma onlar bitmək üzrədir və getmişkən orada da aldım. Burada əslində Deep Fresh'inki var, mən onu alıram. Carrefour'da satılır və bəzən Qorqiyaya fərqli markalarınki gəlir. Yüzey təmizləyicisi ucuz olur, oradan alıram. Amma belə baxanda Bakıda Deep Fresh'in yüzey təmizləyicisi Sleepy'dən daha baha idi. Nəysə, bir dənə belə Fairy'ninkini aldım. Hər şey dərinləməsinə qədər açıqlamasam olmaz. Bir də 2 dənə belə Sleepy'ninkini aldım. Bir dənə sarı, bir dənə də belə qırmızısını aldım. Bir də yenə Sleepy'nin sadə əl ıslaq mendillərindən aldım. Bunlar yüzey təmizləyici deyir, sadəcə uşaq üçün falan istifadə olunanlardandır. Deməli, növbəti paket baxaq bunun içində nə var. Hə, əlimə ilk bu gəlir. Mənim ən favori aldığım şeydir. Baxın, bu balaca çaynikdir. İçində də belə dəmlik hissəsi var. Qapağında da belə balaca bir dəlik var. İstiyə dayanımlı bir materialı var və bu desenlər çox gözəldir. Biz bacımla bir hədiyyəlik mağazaya getmişdik. Hədiyyəlik deyildi, qab-qacaq falan da var idi və bunu göründə ürəyim getdi. Mənim bu desenləri nə qədər çox sevdiyimi artıq məncə bilirsiniz. Baxın, sırğalarım, su qabım. Hətta birazdan bir şey yenə almışam, onu da göstərəcəm. Baxın, bunu da burada almışdım, evdə istifadə edirəm. İçinə bunun çay qoymuşam. Və düşündüm ki, bunun içinə çay qoymuşam və bununla da çay dəmləyərəm. Bəlkə bunu əslində saxlayacağam, evimə köçəndə evimdə çıxardaram. Artıq aldığım bir çox şeyi pakopkası ilə birlikdə saxlayıram, yeni evimdə açıram. Ona görə bəlkə də hələ istifadə etməyəcəm, yeni evimə saxlayacağam. Amma həqiqətən bu desenlər mənim ən sevdiyim desenlərdir bu dəqiqə. Hər şeyi artıq bunun desenində alıram. Növbətdə belə yeməyin üstünə taxılan paketlərdən aldım. Belə bir şey. Mən bunlara qaloş deyirəm. Bunlardan 3 paket almışdım. Birini mamaya qoydum. İkisi qaldı məndə. Sonra həmən ucuzluq mağazadan bunu aldım. Yenə əslində qab almayacağım deyə özümə söz vermişdim. Çünki qab burada da var və boşuna elə ağır-ağır doldurup gətirməyə ehtiyac yox deyə düşündüm. Sadəcə bunun üstündəki printlər. Burada belə bir şey bəlkə də var, amma görmüşkən yenə də oradan aldım. Mini kasalardı bunlar. Baxın. Çerez qabları. İçi belədir. Çölü də belə. Çox gözəldir. Həqiqətən çox xoşuma gəldi. Buna çerez falan hər şey qoyula bilər. 4 dənə aldım. Bir dənəsi 1 manat idi. Neysə, ölürəm bu desenlər üçün. Bu arada üstündəki bu jaketi də o ucuzluq olan mağazadan aldım. Çünki bu desenlər çox sevdiyim desenlərdir. Baxın. Ona görə oradan aldım. Hətta bir dəfə yudum artıq. Dünən yudum və qurutdum bunu. Və heç bir şey olmadı.
Bunu da bəlkə saxlayıram yeni evimə, çünki artıq kuxnada qətiyyən yer yoxdur. Sonra həmin ucuzluq mağazada qonşularım üçün belə bir üstündə Azərbaycana aid şəkillər olan kofe stəkanı aldım. Bu turistik məkanlarda çaydı, amma mən o ucuzluq mağazadan 3 manat 80 qəpiyə aldım. Yanında da belə bir qaşığı var. Çox gözəldir həqiqətən. Bundan da yenə 2 dənə aldım. Bir dənə də əslində bundan bir boy böyük olan, yenə həm kofe həm çay içilə biləcək sadəcə stəkan almışdım. Onu da 4 manat 80 qəpik kimi bir şey almışdım. Onu isə mamama göndərdim. Ondan sonra yenə belə bir hədiyyəlik mağazalardan, bunu Targovdan aldım. Baxın. Bunu da yenə qonşum üçün aldım. Qonşularım çoxsu türkdür və Türkiyədən həmişə gələndə mənim üçün nələrsə alırlar, hədiyyələr. Mən də onları alıram. Belə bu hədiyyələşmə ənənəsini pozmuruq. Belə bir qız qalası aldım. Bu da çox qəşəngdir. Və qonşumun birinin evinə yaraşacağını düşündüm. Buna əslində 10 manat yazılıb, amma 8 manata sanki verdi mənə. Bəzi endirimlər etmişdilər mənə. Nə olar ki, Bakıda bir çox yerdən alış-veriş elədim. Mənim zaten ən sevdiyim şey hədiyyəlik mağazaları gəzməkdir. Yenə Targovdakı həmən mağazadan belə 2 dənə çay aldım. Bunun biri zəfəranlıdır, biri isə darçınlıdır, ətirli çaydır və üstündə belə qız qalası desenləri var. Baxın, arxasında da belə bir şey var. Yəni biraz əzilib azca, amma eybi yox. Bunu da yenə hədiyyə qoyaram deyə düşündüm. Bunun da bir paçkasını 9 manata aldım Targovdan. Bəlkə biraz bahadır, amma olsun, yəni hədiyyəlik olduğu üçün aldım. Deməli belə mini Qurani-Kərim brelokları aldım. Hədiyyələrə qoyaram deyə düşündüm. Sonra həmin mağazadan belə bir brelok ayna aldım. Bunun da üstündə yenə buta dizaynları var idi və buta dizaynını da çox sevirəm. Baxın. Və həmin ucuzluq olan yerdən 2 ədəd belə təsbih aldım. Çox xoşuma gəldi. Birisi yaşıl rəngdir, biri də qara rəngdir. Türkiyədən də özüm üçün bir təsbih almışdım. Bunun da birini hədiyyə verərəm bəlkə, birini isə özümə saxlayaram. Sonra isə qonşumun qızları üçün belə saç aksesuarları aldım. 2 qızı var və ikisine də eyni bir şey almaq istəyirəm. Uşaqlar üçün qolbağlar aldım. Kimə verəcəyimi bilmirəm, amma verəcək bir insan taparam. Çox qəşəng idi. Özüm üçün bir dənə zikirmatik aldım. Belə bir şeyim yox idi və ehtiyacım var idi. Sonra bacım mənim üçün belə bir pika alıb. Əslində mən həmişədən bir dənə pikam var, dəmir. Onu istifadə edirəm və Solingen markasının da. Solingen markasının bıçaqları falan da çox keyfiyyətli olur. Onu istifadə edirəm neçə ildir və hələ də olduğu kimi durur. Bacım da bu da qəşəngdir dedi. Amma mən bilmirəm, yəni mən çox da elə manikür falan eləyə bilən bir insan deyiləm. Özümə görə bir təhər edirəm. Baxaq, bunu da istifadə edəcəm, bəlkə alışıram. Sonra həmən ucuzluq mağazadan bunu 2 manata aldım. Belə bir aynadır. Türkiyədən də belə bir şey almışdım özüm üçün. O amma kvadrat formasında idi. Amma harda olduğunu qətiyyən bilmirəm. Hardasa bir yerdədir, amma qətiyyən bilmirəm ki, hardadır. Bu aralar evim çox qarışıqdır. Nəyi hara qoyduğumu heç bilmirəm. Yoğun iş prosesində də olduğum üçün rahat vaxtım yoxdur ki, biraz sərgiyə salmış qapıların içini. Normalda çox düzənli bir insanam. Yenə də düzen var. Sadəcə o aynam hardadır heç bilmirəm. Bəlkə də oğlum alıb harasa qoyubdu. Çünki o da çox sevirdi o aynanı. Normalda mənim əşyalarımı çox qarışdıran bir uşaq deyil, amma o aynanı çox sevirdi. Və həmişə dalaşırıq onun üstündə. Nəysə, belə bir desenli aldım. Sonra bunu Ali və Nino mağazasından aldım. Amma qiymətini bilmirəm. Çekləri həmişə yanımda kim olurdusa da qohumlara verirdim. Çünki orada deyəsiz bir ƏDV deyə bir söhbət var. Ona görə elə kimin qismətinə gəlirdi mənim alış-veriş çeklərim. Gah bacıma verdim, gah başqa qohumlara. Onlara verdim. Ona görə heç birinin çeki yoxdur. Bunu neçə aldım bilmirəm. Çünki kitablarla falan birlikdə almışdım. Üstündə də qiyməti yazılmır. Oradan almışdım. Yenə belə Azərbaycanın simvolik çay, qız qalası və nar. Sonra yenə belə 2 dənə ayna almışam. Bu da yenə üstünə Azərbaycan yazılıb və Azərbaycanın xalça dizaynındadır. Çox sevirəm bu dizaynları. Yenə bunu da ya hədiyyə verərəm, ya da bir dənə özümə saxlayaram deyə düşündüm. Sonra belə bir fındıq kıran var. Bunu bacım oğlum üçün alıb. Öz qızlarına da almışdı 2 dənə. Birini də oğlum üçün alıbdı. Sadəcə gələndə çanadanda baxın bu hissəsi biraz qırılıbdı. Bunu yapışdıraram deyə düşündüm. Yəni belə bir fındıq kıranımız var. Fındıq kıran deyilir deyə düşünürəm. Tam da adını bilmirəm. Sonra yenə bu dizaynlar. Bacım da deyir ki, sən niyə bunları çox sevirsən falan, amma çox sevirəm. Həmən ucuzluq mağazadan bunu aldım. 8 manata. Əslində eyni bunun dizaynında da var idi. O ikisi arasında qərarsız qaldım. Onu mu alım, bunu mu alım? Amma ən son dedim ki, yaxşı bu olsun. Bu biraz rənglidir deyə. Bu isti bir şeyləri qoymaq üçündür kuxnada. Və ya sadəcə dekor olaraq qoya bilərsiniz, asa bilərsiniz kuxnaya. Çox gözəldir. Yəni çox sevdim. Sonra o ucuzluq mağazadan 3 dənə belə kağıtlar aldım. Bunun birini hədiyyə edəcəm.
Bu kəlağaylar turistik yerlərdə baha idi. Yəni qohumlar məni biraz tutdu ki, buradan alma, başqa yerlərdə daha ucuz olar. Hətta bazarlarda deyəsiz. Vasmoy bazarı mı? Bilmirəm. Yəni. Bizi bir dənə bazara apardı qohumumuz. Orada da yaxşı idi hər şey, amma çox qarışıq idi. Mən burada çox bazara getmədiyim üçün orada çox özümü narahat hiss etdim. Çünki çox qarışıqdır və insan panik olur. Əşyalarına falan sahib çıxmaq istəyirsən. Bir də ki, satıcılar çox insanı bezdirir. Gəl, bax, al falan deyə. Nəysə, amma yenə də getdik, gözəl idi, qiymətlər uyğun idi. Bu kəlağayları isə dediyim kimi o ucuzluq mağazada aldım. Bunu 10 manat 50 qəpiyə almışıq. Baxın. Bu çox trenddir. Paltonun falan üstündən çiyninə atmaq üçün. Üstündə bu da dizaynı. Şərflərin içində ən stilli olanlar bunlar idi mənə görə. Bir dənə də belə aldım. Bunun da üstündə yenə buta falan var. Bunu da 10 manat 60 qəpiyə almışam. Böyükdülər əslində. Bunu sırf paltonun üstündən çiyninə atmaq üçün düşündüm. Və bir dənə də belə çiçək dizaynlı üstündə quş falan var. Çok güzeldi. Bakın. Bunun da qiyməti yenə 10 manat 60 qəpik idi. Sonra o ucuzluq mağazadan belə bir əlcək aldım özüm üçün. Normalda belə kürküm falan yoxdur, amma bir dənə belə bir kürk alıb qardırobuma qoymaq istəyirəm ki, yəni bəzən geyiləcək yerlər olur. Amma yenə də bu əlcəklər çox xoşuma gəldi. Alım dedim. Heç də belə kürk qadını deyiləm. Bunda üstündə uqun, uq deyirsiniz ya aq bilmirəm, mən uq deyirəm. Uqun etiketi var, təbii ki, yəni orijinal uq olmadığı bəllidir. Bunu da 12 manat 50 qəpiyə almışam. Həmin mağazadan belə qulaqçıqlar aldım. Bunu oğlum üçün aldım. Yəni uşaq üçün ən xoşuma gələn bu oldu. Biraz dovşanlıdır, ayı olsa daha yaxşı olardı, amma onun üçün belə bir şey aldım. Çox şirindir. Bunu deyəsiz 4 manat 50 qəpik falan belə bir qiymətə almış olmalıyam. Bir də özüm üçün belə bir qulaqlıq aldım. Əslində mənə heç bir şey yaraşmır. Nə papaq yaraşmır, nə başqa bir şey. Yəni heç bir şey yaraşdırmıram özümə, çünki bilmirəm, yaraşmır. Sadəcə soyuqdan qorumaq üçün belə bir qulaqlıq aldım. Bunu da 4 manat 50 qəpiyə aldım. Bacım həmişə təəccüblənirdi ki, sən beləsi tüklü şeylər niyə sevirsən falan. Sonra o ucuzluq mağazadan belə bir namaz paltarı deyilir, amma namaz qılanda üstdən keçirə biləcəyin. Həm də əslində bir dənə var. İllər öncə onu tələbə vaxtı almışdım, onu istifadə edirəm. Amma bir də orada görmüşkən alım dedim yenə belə bir çiçəkli. Baxın. Qollar da belədir. Və bu da baş hissəsidir. Yəni ki, görmüş olarsınız, yəni bunu bilirsiniz. Çox da dərindən açıqlamama ehtiyac yoxdur. Bunu neçə aldığımı xatırlamıram. Həqiqətən xatırlamıram. 20 manat ola bilərdi. 22 manat ola bilərdi. Bu üstündəkini isə 24 manata almışdım. Bilmirəm dedimmi? Və çox istidir. Bu dəqiqə belə məni biraz tərlətdi. Amma insanı yəni ki, qaşındırmır. Çox qəşəng bir material var. İsti-isti. Və növbəti yenə ən favori alış-verişlərindən biri. Dediyim kimi qohumumuzla orada Vasmoy bazarına getdik və özümə bir şey almağı düşünmürdüm. Amma bu pijamanı görəndə ürəyim getdi. Baxın. Mənim bu dizaynları nə qədər sevdiyimi siz düşünün artıq. Baxın. Çox gözəldir. Çox gözəldir və materialı da çox gözəldir. Bu da altı. Bunu da səhv xatırlamıramsa 20 ya da 25 manata aldım. Ev geyimi olaraq da geyinilə bilər və dediyim kimi materialı o qədər gözəldir ki və çox da yəni incə deyil, pambıq kimi şeydir. Bəlkə də pambıqdır, bilmirəm, etiketinə baxmamışam. Yoldaşım ucuzluq mağazadan belə bir şey alıb. O, içini uyğunsuz yerdə saxlayanda öz nömrəni, telefon nömrəni bura yazıb. Belə nakleykalar var. Nömrənizi bura yapışdırırsınız. İstədiyiniz zaman belə bağlayırsınız və uyğunsuz yerdə saxlayanda belə açırsınız ki, sizə bu nömrə ilə zəng vura bilərlər. Bunu da maşına yapıştırmaq üçün 2 dənə belə bir şey var. Mən telefonum zaryadkası bitdiyi üçün biraz ara verdim. Bu arada biraz da tipimi düzəltdim. Həqiqətən tipimin çox pis olduğunu düşündüm. Arxa plan da dəyişdi. Deməli belə kurçoklar aldım. O ucuzluq olan yerdən. Bunlar dəmirdir. Bu hissəsi də dəmirdir. Bu hissəsi biraz qalın plastik kimi bir şeydir və daha keyfiyyətli və sağlam bir şeydir. Mən həmişə buradan aldıqlarım bu hissəsi silikon olur və əlində ördükcə bu hissəsi ısınanda bunu çıxır və bəzən içinə kley tökürəm ki, çıxmasın, elə sağlamlaşdırıram. Yoxsa yəni tez mən kurçok satın almalıyam. Bunlardan isə bunun hamısını aldım. Yəni ki, hərəsindən 2 dənə idi. 2 yarımdan 5 ay qədər burada hərəsindən 2 dənə idi. Yarısını isə götürdüm, mamama göndərdim. Yəni ki, hər mamam da ördüyü üçün hər nömrədən bir dənə də onu almışdım. Bunun isə bir dənəsi 80 qəpik idi. Mən isə bir paçkanın hamısını aldım. Yəni 12 dənə var idi paçkada. Ondan sonra Elsi Vakiki'dən belə papaq aldım özümə. Çox üşüdüyüm üçün belə ancaq belə bir papaq tapa bildim. Mənə papaq heç yaraşmır. Baxın. Heç yaraşmır.
Amma hava çox soyuq olduğu üçün yaraşmadı, fikir vermədim və bunu aldım. Bu da 10 manat idi, səhv etmirəmsə. Bu arada buradakı markalara baxanda oradakı markalarda eyni modellər orada daha bahadır nisbətən. Moldan çox da elə paltar almadım, çünki burada da var eynisi. Sadəcə orada eyni markalara bura baxanda orada daha çox çeşid var, daha fərqli modellər də var idi. Yenə də ki, yəni mənim o qədər də gətirməyə yerim yox idi deyə almadım heç bir şey. Və orada yenə Vasmoy bazarından belə bir şalvar aldım, klassik şalvar. Baxın, bunu əslində çıxartdım ki, yumağa atdım, çünki geyinmişdim orada. Baxın, belə bir şalvardır. Və belə kəmər var, kəməri ilə birlikdə çox gözəl görsənir. Çox bəyəndim həqiqətən bunu. Material da çox gözəldir. İndi yumağa atacağım, görək yuyandan sonra bir şey olacaqmı rəngində falan. Amma özü çox gözəldir, keyfiyyəti və duruşu da çox gözəl idi. Belə bir klassik şalvar almaq istəyirdim. Elə orada gördüm və qiyməti həqiqətən çox uyğun gəldi mənə. Növbəti aldıqlarım yenə oğlum üçün ucuzluq mağazadan belə diş fırçaları aldım. Bunu açıb çıxardıbdı. 3 dənə belə aldım. Bunun qapağı da var idi. O birislərin qapağı yox idi. Bunun da bir dənəsini 1 manat 10 qəpiyə aldım. Bu 3 və 5 yaş arası uşaqlar üçündür. Mənim oğlum da 4 yaşındadır. Sonra iki dənə belə üz maskası aldım. Biri belə narlıdır, biri də belə salyanqozlu. Ondan sonra Rossmanndan Sensin belə bir lip balmı var məndə. Bunu mənə hədiyyə etmişdilər. 2 dəfə bir lip balım mənim üçün yaxşı olmuşdu. Ona görə orada görmüşkən bunu da aldım. 5 manat nə qədərsə idi, harca 6 manat deyək. Və kasa yanında da belə %50 endirimə düşürmüşdü. Isana'nın belə bir duş gelini aldım. Tiflisdə ümumiyyətlə Rossmann yoxdur. Sadəcə Rossmann ürünləri Farmadepo aptekdə satılır. Isana ürünləri də orada satılır. Rossmannda elə görmüşkən bunu da seçdim. Dedim ki, olsun. Bir də tuş almışdım. O da yenə Essence'in tuşu idi. Onu da bacıma hədiyyə etdim. Təəssüf ki, mən o qədər sosial olmadığım üçün hər şeyi anında çəkə bilmədim. Çünki orada niyəsə heç bir şey çəkmək modum yox idi. Həm soyuq idi, həm bilmirəm, yəni ki, yanımızda başqaları olurdu. Nəsə içimdən heç gəlmədi. Çox qəribə keçdi orada mənim üçün. Biraz belə enerjik ola bilmədim. Sonra belə bir yerə getmişdim. Orada da aksesuarlar idi, yəni bijuteriya. Oradan da belə bijuteriyalar aldım. Yanında da belə konfetlər vermişdilər, mağazanın QR kodu olan və qəşəng marketinq ideyasıdır. Mən də bəyəndim bu fikri. Öz sifarişlərimdə də belə bir şey edə bilərəm bəlkə də. Bu kart ilə gələnə nəqd alışa %10 endirim. Bu əslində bir voucher, yəni %10 endirim kartıymış. Sən xatırlamıramsa biz bunu Metro Park Mall'dan almışdıq. Yəni elə bir şeydi adı. Belə bir boyunbağı aldım. Əslində bunu dostumla gəzirdik. Dostum özünə bəyəndi. Sonra dedi ki, ikimiz də eynisini alaq. Ona görə mən də seçdim belə bir şey. Qiyməti xatırlamıram nə qədər idi. 10-12 manat olmalı idi. Sonra belə bir şahmeran aldım. Heç şahmeranım yox idi bu arada. Alım bir dənə olsun deyə düşündüm. Üstünə yazdım buna. Şahmeran 12 manatdır. Baxın, çox qəşəngdir. Əlimdə də bir göstərim. Paslanmaz çelik olduğunu dedi satıcı xanım. Çox qəşəngdir. İnşallah da elə olar, paslanmaz yəni. Çünki Lariya çevrəndə çox ucuz gəlmir. Belə bir kəpənəkli qolbağı aldım. Mən çox sevirəm belə qolbağlar. Ən sevdiyim aksesuarlar sırğadır və qolbağları. Bunu da 18 manata almışam. Sonra Arzum Beauty'yə girmişdik. Oradan da bir neçə maska aldım. Endirimə düşmüşdü. Bir dənəsi 1 manat idi. 4 dənə belə maskalar aldım. Bunlar da ya hədiyyələrə qoya bilərəm, ya da ki, özüm istifadə edəyərəm deyə düşündüm. Sonra yenə Targovdan, hədiyyəlik mağazadan özüm üçün aldım. Bunu Urek'də də görmüşdüm, amma almamışdım. Bunları aldım. Baxın, içinə bijuteriya falan qoymaq üçündür. Çox gözəldir. Bunu da yenə öz evimdə, yeni evimdə hər an çıxardaram deyə düşünürəm. Daha 10 manata aldım. Sonra yenə Targovdan belə bir Aladdin'in lambasını aldım. Bu əslində tütsü qabı kimi gedir. Buraya qoyursunuz və ucundan tütsü çıxır. Bundan məndə var idi əslində. İllər öncə Bakıdan almışdıq. Yoldaşımdan nişanlıydıq o zamanlar. Qonşum onu məndə görəndə çox bəyənmişdi. Sənə də gedəndə alaram deyə demişdim və bu rəngini aldım. Həqiqətən çox gözəldir. Bunu 12 manata aldım. Bilmirəm qiyməti normal deyə bax, amma qəşəng bir şeydir. Elə kutunun içinə də belə qoymuşlar. Onu da buna hədiyyə edərəm. Son olaraq aldığım maqnitlər. Deməli, əvvəlcə bunları göstərim. Bunlar stəkan aldıqlarıdır. Dizaynlarını çox sevirəm. Bunu 1 manat 50 qəpiyə almışam. O ucuzluq olan yerdən. Bunu, baxın, 3 manat 30 qəpiyə almışam. Bunu da 1 manat 50 qəpiyə aldım. Çox gözəldir. Mən maqnitləri göstərim. Bunları səhv eləmirəmsə 2 manata aldım. Bunu da yenə Targovdan almışdım. Milli çox simvollarımız var.
keramikadan olanları 2 manata almışdım bir dənəsini. Hətta bir dənə yenə var idi. Onu isə mamama göndərdim. Və bir dənə də belə metal var. Bu metalı da əslində 3 manata verirdilər. Sadəcə mənə digərləri ilə birlikdə aldığım üçün bunu da 2 manata verdi. Bunları da yenə hədiyyə qoyacağım və özüm üçün də seçəcəm. Əslində hamısı çox gözəldir. Hamısı üstündə çox fərqli dizaynlar olduğu üçün heç bilmirəm ki, yəni hansını seçim, amma qonşularım üçün fərqli hədiyyələr olsun deyə qoydum. Yəqin ki, özümə bu səmavər olanı seçəcəm. Belə hər şey göstərdim, sadəcə kitablar qaldı. Kitabları da indi göstərim, çünki çox uzun oldu video. Deməli, burada belə kitablar var. Oğlum üçün aldığım nağıl kitabları var, boyama kitabları var və göstərim. Bunların hamısı kitabdır, belə baxın, həqiqətən çox kitab almışam. Əvvəlcə bu balacalardan göstərim. Azərbaycanca heç nağıl kitabı yox idi. Türkçə var idi, çünki Trendyoldan ala bilirəm. Gürcücə var. İndi isə Bakıya getmişkən ən çox oğlum üçün kitablar baxmağa çalışdım. Çünki nağıl falan oxumağı sevirik. Yatmadan əvvəl və ya yəni ki, boyama falan da çox sevir. O qədər çox sevir ki, boyamanı. Yəni bütün çizgi filmi falan buraxıb sırf boyama üçün mənim yanıma gəlir deyə bilərəm. Ona görə bu durumdan istifadə edib daha çox aktivitə etməyə çalışırıq. Deməli belə, indi baxıram, bu əslində bacımın qızlarının idi. O arada qarışıb gəlibdi. Eyb yox, qalsın. İçində belə meyvələr falan var idi. Orada da boyaması üçün almışdım ki, qızlarla birlikdə boyayar ki, bezməsin. Çünki oğlum orada çox bezdi, çox şımardı. Rutindən çıxanda uşaq elə olur. Həqiqətən çox zor anlar yaşadıq. Nəysə, deməli belə rəngləmə aldı. Bunların hamısı rəngləmədir. Nəqliyyat vasitələri. Belə yenə nəqliyyat vasitələri, sonra meyvələrin olduğu, dəniz canlıları, robotlar, dəniz canlıları, yenə nəqliyyat vasitələrinin olduğu. Həqiqətən çox boyama kitabımız oldu və çox sevinirəm. Burada belə bir qutumuz var. Orada marketlərdə yeni il hədiyyəlik qutular çox satılırdı. Bunu da oğluma almışdılar. Qutusunu sadəcə saxladım ki, sonra içinə neysə yığarıq deyə qutusunu da açıb bunun kitabların arasına qoymuşam. 5 dənə nağıl kitabımız var, balaca. Bunu yenə Basmoy bazarından da almışdıq, marketlərdən də aldım. Delfinin macəraları. Sonra belə 2 dənə rəngləmə kitabım var. Bunu qonşunun qızlarına hədiyyə aldım. 1 manat 20 qəpik idi bu isə 1 manat 50 qəpik. Əslində qız üçün daha gözəl bir şeylər axtardım, prenseslər falan olan. Amma ancaq bunu tapa bildim. Bunun içində belə heyvanlar var, o birisində isə belə qızlar var. Sonra dostum məni belə Bakı kitab mərkəzinə apardı. Orada da yenə çox gözəl idi. Həqiqətən oranı çox bəyəndim. Həm kitab oxumaq üçün yerlər var idi, dərs oxumaq üçün falan çox gözəl yer idi. Həm də belə satın ala bilirdiniz. Oradan oğluma yenə belə bir etkinlik kitabıdır. Kəsib yapışdırmaq üçün. Baxın, içində belə hissələri kəsib yapışdırırsınız. Arxasında belə instruksiyası var. Ağca və 7 cırtdan. Bunu 3 manata aldıq. Sonra belə bir kitab aldım. Bu məktəbə qədər uşaqlar üçün əsas anlayışlar 4-6 yaş uşaq üçün idi. Əslində oğlum burada Gürcü məktəbinə gedəcək yenə də. Amma bunun içində həqiqətən çox maraqlı şeylər var idi. Boyama, yazma, yenə də öz ana dilinin də hərflərini öyrənsin təbii ki istəyərəm. Ona görə bunları da evdə özüm öyrədərəm deyə düşündüm. Əsasdakı boyama hissələri falan, incə motorikasını gelişdirəcək şeylər var. Bunu 4 manat 90 qəpik aldım və yoldaşım belə bir kitab seçib. Bunun qapağını sevmədim. Amma Çingiz Abdullayevin Fillər öləndə mənə də maraqlı gəldi. Sadəcə üz qapağını çox bəyənmədim. Bunu da 8 manata alıb yoldaşım oradan. Deməli, Ali və Nino'dan da çox kitablar aldım. Orada harda gördümsə girdim. Mən Nino'dan da bir sürü kitablar almışam. Əvvəlcə buna baxaq. Joseph Murphy'nin Bilinçaltının Gücü kitabı. Bu barədə çox maraqlanıram. Çünki bilinçaltı mənim üçün önəmli bir şeydir. Hər şey bilinçaltımızda olan şeylərdən irəli gəlir. Sonra belə bir nağıl kitabı Mr. Quruz, Südlükdə Əsən Külək. Belə bir nağıl kitabı idi. Bunu da ucuzluq marketdən almışdım. 4 manat idi. Hələ biraz uzun nağıllar var. Amma bəlkə indi maraqlı gəlməz. Amma yenə də aldım. Bilinçaltının gücünü isə 17 manat 90 qəpiyə almışam Ali və Nino'dan. Biraz türkçə kitablar baha idi. Hələ Lariyə çevirəndə daha baha idi. Çünki mən normalda türkçə kitabları Trendyoldan falan alıram. Daha ucuza gəlir. Amma yenə də aldım. Sonra bir də o ucuzluq mağazadan Molla Nəsrəddin lətifələrini aldım. Evimizdə belə bir kitab olsun istədim. Çünki Molla Nəsrəddin lətifələri məncə hamımızın bilməli olduğu bir şeydir. Bunu da 7 manata almışam. Sonra yenə bir ayrı oradan oğlum kasanın yanından belə almaz mozaik daş işləməsi olur. Ondan belə bir şey götürübdü. Bunun qiyməti 4 manat 20 qəpik idi. Belə bir kitab aldım. Süleyman Sani Axundovun Qaraca qız. Mini kitabı da gəldi 4 manat. O vaxtı bu barədə sadəcə ədəbiyyat dərsində eşitirdik. Sonra Ali və Nino'dan Harper Lee'nin Bülbülü öldürmə kitabını aldım. Bunun qiyməti də 12 manat idi.
Azərbaycanca çoxlu kitablar oxumaq istəyirəm ki, Azərbaycanca söz ehtiyatım artsın. Çünki çox da söz ehtiyatım olmadığı üçün danışıqda biraz çətinlik çəkirəm. İndi sanki biraz düzəltmiş, amma başlarda video çəkəndə çox çətinlik çəkirdim. Victor Hugo'nun Ölüm Məhbusunun Son Günü. Əslində bu daha böyük bir kitab olmalıdı, amma qısa məzmununu aldım. Yəqin ki, oxuya bilməyəcəyim kitablar arasında bu olduğunu düşünürdüm həmişə. Çünki dramatik şeylər çox məni üzür, çox ağlayıram. Amma yenə də oxuyub bilgim də olsun istədim. Bəlkə bir gün cəsarətimi toplayıb oxuyaram deyə aldım. Mürtəza Müşfiq Kaziminin Qorxulu Tehran adlı kitabını aldım. Ali Velino'dan. Bunu da 12 manata aldım. Yəni İranla bağlı bir, Tehranla bağlı bir kitabdır. Üz qapağında da belə qapalı bir qadın var, gizlənib. Bu dəqiqə bugünkü gündə də İranda olan hadisələrdə həqiqətən çox üzülürəm və hamımız tüm qəlbimizlə onların yanındayıq. Ona görə bu kitabda, bilmirəm içəriyi nədir əslində, bu da arxivdə yazılır. Yazıb ki, bir dövlət düşünün ki, qanunlar var olsa belə tətbiq edilmir. Varlılar eş-işrətlə vaxt keçirir, təhsilsizlik qadınların faciəsidir. Yaxşı insanlar əzilir. Dili xeyli köhnəlsə də əsər adamı yormur. Maraqlı, dinamik süjet, bir-birinin içindən çıxan əhvalatlar hadisənin dilin köhnəlməsini arxa plana keçirir. İranı tanımaq üçün Qorxulu Tehran əla mənbədir, qiymətli vəsaitdir. Qorxulu Tehran İran ədəbiyyatında ilk sosial roman hesab olunur. Həqiqətən çox maraqlı gəldi. Bəlkə də aldıqlarım arasında ilk bunu oxuyacağım. Çünki günümüzdə də İranda bir çox hadisələr baş verir. Bu dəqiqə də çox çətin günlər keçirirlər. İnşallah ki, tezliklə bu günlər keçər gedər və sonu azadlıqla bitər. Targovda Soyuq Əllər İsti Ürək yarmarkasında Kəramət Böyük Gölün standı var idi. Mən tanımırdım, əslində yoldaşım tanıyırdı və getmişkən oradan belə bir imzalı kitabını aldıq, səs kitabı. Özünə soruşduq əslində hansı kitabı daha maraqlı olar. O isə ən çox bu kitabıma güvənirəm dedi. Baxaq, oxuyarıq. Fərqli bir qələmi var, fərqli fikirləri var. Belə bir imzalı kitabını verdi bizə. 15 manat idi bu arada. Bu kitabı bacımdan aldım. Zor da olsa, çünki bacım belə şeylərdə. Mən həmişə asanlıqla bir şeyimi bəyənsə bacım, həmən deyirəm ki, al sənin olsun falan, amma bacım elə deyil və bu kitabı zor da olsa ondan aldım. Kəndinlə Savaşma Sanatı. Bu aralar kişisel gelişim kitabları çox oxuyuram, çox videolar izləyirəm deyə bu kitab mənə lazımdır deyə düşündüm. Bunun da qiyməti nə olduğunu bilmirəm. Bacım deməyinə görə bunu 8 manata falan alıbdı. Xalit Hüseyninin Çərpələng Uçuran kitabını aldım. Bunu 11 manat 50 qəpiyə aldım. Əslində bu kitabdan bizdə var, yoldaşım almışdı ən son Bakıya gedəndə. Amma bunu hədiyyə etmək üçün aldım. Amma özüm də oxumamışam. Bunun da biraz dramatik olduğunu düşünürəm və hələ də hazır deyiləm bunu oxumağa. Türkçe kitaplar olan hissədə bunu aldım. Ziya Gökalp'ın Türkçülüğün Əsasları adlı kitab. Bir yandan bizim də Türk olduğumuzu düşünəndə və Türklərlə millət olduğumuzu düşünürəm. Ona görə bunu da oxumağı istəyirəm. İçində demək olar ki, belə biraz incələdim orada. Çox maraqlı hissələri var idi. Məsələn, türkçülük və turancılıq, kültür və mədəniyyət. Son hissəsində də belə bir neçə kitab önəriləri veribdi və kitabın qısa məzmununu veribdi. Fəlsəfədə türkçülük, siyasətdə türkçülük, dində türkçülük, toplum ahlakı. Bunu da 8 manat 40 qəpiyə aldım. Ən son belə bir kitab aldım. Bertrand Russell'in Fəlsəfə Nədir kitabı. Fəlsəfəyə də biraz nə olduğu ilə bağlı bilgim olsun deyə. Amma fəlsəfəni çox sevmirəm, belə deyim. Çünki fəlsəfəyə çox dərindən dalan insanlar dindən uzaqlaşdığını düşünürəm. Ona görə çox fəlsəfə ilə bağlı kitablar oxumaq istəmirəm. Sadəcə yenə də biraz bilgim olsun deyə götürdüm bunu. Bunu da Ali Velino'dan 10 manata aldım. Və baxanda çox da ucuz deyil bu balaca kitab, amma baxaq, əxlaq tabusu, fanatizm və tolerantlıq, sadəcə bilgim olsun deyə. Ən son aldıqlarımın içində isə 2 dənə belə bloknot var. Bunu da marketdən səhv eləmirəmsə almışdım. Sifarişlərimə qısa notlar alaram deyə bunları aldım. İçində belə bölmələr var. Belə, mənim Bakı alışverişim bu qədər idi. Əslində aldığım başqa şeylər də bəlkə var, amma haradadır bilmirəm. Sadəcə ayrı qoyduqlarım bunlar idi. Ən son bunları göstərməyi unutdum. Mənim qonşum bacımın balaca bəbişi olacağı üçün ona buradan tar alıb göndərmişdi məndən. Bacım da çox çölə çıxa bilmədiyi üçün daha yaxın bir mağazalardan bir neçə şey almaq istədi. 2 dənə belə, 2 qızı var qonşumun. 2 dənə belə mozaik daş işləməklə belə tablo formasındadır. Burasını işləyib sonra duvara asmaq üçündür uşaq otağında. Bunlardan aldı. Sonra belə minnoş və kokoş aynalar aldı. Burası aynadır. Biri panda, bir də Barbie girl. Sonra belə saç aksesuarları aldı. Bu da yine peluş və kokoşdur. Qız uşağı olanda elə olur. Və belə saç aksesuarları dəsti aldı.
Belə videom bu qədər idi. Ümid edirəm ki, videomu bəyənmiş olarsınız. Bəyəndinizsə, bəyənə basıb kanalıma abunə olsanız çox sevinərəm. Mənə də biraz motivasiya olar ki, mən gec yox, tez-tez video yükləyərəm. Bir sonraki videoda görüşərik. Sağ olun.